Də sakit bir səhər idi. Ağaclar hələ qış yuxusundan tam oyanmamışdı. Balaca bir yarpaq budaqdan asılıb pıçıldadı. Görəsən bahar nə vaxt gələcək? Birdən yumuşaq bir külək əsdi. Yarpaq yelləndi və sevincək dedi: "Sən kimsən?" Külək gülümsədi: "Mən yeləm, baharın xəbərçisiyəm." Yel meşədə əsdikcə ağaclar tərpəndi, çiçəklər oyanmağa başladı. Quşlar oxudu, yel pıçıldadı: "Oyanın, bahar gəlir." Və bütün meşə sevinç içində baharı qarşıladı. Bəzən kiçik bir külək belə böyük dəyişikliklərin xəbərçisi olur. Yel çərşənbəniz mübarək. Gəlsənə, gəlib salam versənə. O torbanı ver görək, yumurtalar